Həqiqətən nədən qorxur insan? Ölümün özündən, yoxsa o son an çatanda gözümüzün önündən keçəcək o qısa teaserdan? Mən nə yaşadım ki, sualı boğazımızda düyünlənəndə əslində nəyin gecikmişdiyini hiss edirik. Ölməyəcəkmiş kimi yaşayırıq. Sanki bu dünya bizim daimi evimizdir. Amma mənim doğmalarımızı belə zamanla unuduruq. Adımız yavaş-yavaş yaddaşlardan silinir. Tək gəlib tək getdiyimiz bu yer kürəsində var olan missiyamız nədir? Niyə var? Ən əsası, niyə məhz buradayıq? Bura gəlmək bizim heç birimizin öz seçimi olmayıb. Nə bu dünyanı, nə doğulduğumuz ölkəni, nə ailəmizi, nə də bizə təqdim olunan inanc sistemlərini biz seçməmişik. Bizə inandırdıqları dinlər isə deyir ki, siz özünüz seçib gəlmisiniz. Doğrudanmı? Siz belə bir dünyanı seçib gəlmək istəyərdiniz? Şəxsən mən istəməzdim. Bəlkə də buna görə mənim üçün bütün bu böyük ideyalar sadəcə bir cəfəngiyatdır. Bəs o zaman həqiqət nədir? Yəqin ki, həqiqət sadəcə humusdur. Torpağın bərəkəti üçün çürüyən bir maddədən artıq deyiliksə, bu qədər hay-küy nə üçün gərəklidir?